Dünyanın diqqət mərkəzində olan əsas məsələ ABŞ prezidenti Donald Trump'ın İrana verdiyi ultimatumun növbəti dəfə uzadılmasıdır. Son açıqlamaya görə rəsmi Vaşinqton Tehrana tanınan vaxtı artıraraq çərşənbə axşamı şərq vaxtı ilə saat 20:00-a qədər uzadıbdır. Ekspertlər hesab edir ki, bu qərar ilk baxışdan sadəcə texniki dəyişiklik kimi görünsə də, əslində arxa planda daha mürəkkəb diplomatik proseslərin getdiyini göstərir. Amerika mediasının yazdığına görə hazırda tərəflər arasında intensiv, lakin qeyri-rəsmi kanallar üzərindən danışıqlar davam edir. Vaşinqton bir tərəfdən hərbi təzyiqi yüksək səviyyədə saxlayır, digər tərəfdən isə mümkün razılaşma üçün son pəncərəni açıq qoymağa çalışır. Trump'ın bu addımı əslində iki paralel mesaj daşıyır. Birincisi İrana açıq xəbərdarlıq. Əgər Hörmüz boğazı dərhal ticarət üçün açılmasa və razılaşma əldə olunmasa, ABŞ-nin enerji obyektlərinə hədəf alma planı qüvvədə qalır. İkincisi isə beynəlxalq ictimaiyyəti ünvanlanıbdır. Vaşinqton göstərmək istəyir ki, hərbi eskalasiyaya getməzdən əvvəl diplomatik bütün imkanları sona qədər yoxlamaq lazımdır. Bu artıq ilk uzadılma deyil, martın 22-sində verilən ilkin 48 saatlıq ultimatum daha sonra mərhəli şəkildə uzadılaraq əvvəlcə 5 gündə, daha sonra isə aprelin 6-sına qədər genişləndirilmişdi. İndi isə son tarix yenidən dəyişdirildi. Bu isə onu göstərir ki, proses gözləndiyindən daha dinamik və qeyri-müəyyən inkişaf edir. Ekspertlər hesab edir ki, Trump administrasiyası hazırda təzyiq və gözləmə strategiyasını tətbiq edir. Yəni, həm maksimum hərbi və iqtisadi təzyiq saxlanılır, həm də Tehran üçün son anda geri addım atmaq imkanına buraxılır. Bu taktika xüsusilə Hörmüz boğazı kimi qlobal enerji arteriyası ətrafında risklərin minimuma endirilməsinə hesablanıbdır. Vaşinqtondan hələlik görünən mənzərə ondan ibarətdir ki, qərar saatları yaxınlaşdırırsa həm ritorika sərtləşir, həm də danışıqlar intensivləşir. Yəni, qarşıdakı günlər təkcə region üçün deyil, qlobal enerji təhlükəsizliyi baxımından daha həll edici ola bilər.